Salam, hər vaxtınız xeyir əziz dostlar. 12 oktyabr 2025-ci il Bazar günü gördüyünüz Kiyevin körfəzlərindən biridir. Yəni ilin də sonuncu günəşli günləri deyilənə görə bizim sinoptiklər belə deyirlər. Ona görə dostlardan biri ilə gəlmişik. Belə Kiyev belə gözəl şəhərdir, bilirsiniz. Dnipro çayının çoxlu körfəzləri var. Körfəzlərdən birindəyik. Bir neçə saatlıq heç olmasa təmiz havada olmaq, heç olmasa bu müharibənin qayda qanunlarından qırağa çıxmaq. Salam aleyküm, skaç. Selam. Bizim Zdorovenki Bulu, Kırım Tatar qardaşımızdır, Lenor Asan. Deməli, nə baş verir? Baş verən odur ki, Financial Times yazır ki, Ukraynanın ateşlərinin, raketlərinin belə dəqiqliyinin səbəbi Amerika Birləşmiş Ştatlarının Ukraynaya ciddi kömək göstərməsidir, o cümlədən kəşfiyyat materialları ilə. Bildiyiniz kimi, Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları ötən gecə Rusiya ərazisində bir çox yaşayış məntəqələrini, o cümlədən vilayət mərkəzi olan Belqrad şəhərini elektrik enerjisiz qoyub. Yəni bu, Ukrayna tərəfin Rusiya xəbərdarlığıdır. Xəbərdarlıq etmişdi prezident ki, bizə ateş atsanız, yəni Kiyevə, bizim elektrik şəbəkələrimizə ateş açdıqca, yəni bu tipli cavablar olacaq. Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələri Mali-Şerbaki kəndini azad ediblər. Demək, onunla əlavə Ukrayna Silahlı Qüvvələrinin dediyim kimi zərbələri dəqiqdir, getdikcə də dəqiq olacaq. Mən deyənlər isə Wunderwaffe, yəni möcüzə silahlar haqqında danışmışdım. Ukraynanın belə möcüzə silahları çoxdur və getdikcə də sayı çoxalır və çoxalacaqdır. Bütün sahələrdə, o cümlədən sularda, dənizdə. Bax, belə dostlar, mən hər birinizə xoş gün arzu edirəm. İmkan versəydilər, necə deyirlər, yaşayardıq. Görürsünüz, necə gözəl təbiətdir. Gözəlliklər hər yer gözəldir. Yəni, Ukrayna da oradan gözəl ölkədir. Həm də mənəvi, psixoloji gözəl ölkədir. Xoş istirahət arzulayıram. Gözəl gün arzulayıram. Kiyevdə saat 14:45-dir. Lenor, nasıl raz bu da akula? Belə, elə biraz heç olmasa 2-3 saat vaxt öldürmək üçün. Sakitçilikdir, dinçlikdir bu günləri, Allah'a şükür. Hava hücumundan siqnallar yoxdur. Ona görə o da bizim adi günlərimizdən biri. Dediyim kimi, ilin sonuncu, bu həftə sonuncu günəşli günləridir. Ondan sonra 2 dəfə şaxtalı, növbəli şaxtalı period deyirlər də, yəni dövr söz veriblər. Sağ olun, salamat qalın. Biz də yavaş-yavaş hazırlaşıb gedəcəyik birazdan. Hələlik, axşam efirimiz hökmü olacaq. Çalışacağım saat 18:00, yəni Ukrayna vaxtı, sizdə Bakıda 19:00 və Bakı vaxtı ilə saat 22:00, yəni Ukraynada 21:00 efirlərində olaq. Xəbərlər çoxdur, sadəcə olaraq, yəni bunu Ukraynanın gözəlliklərindən birini də, yəni Kiyev şəhərinin, o şəhərin içərisidir, biləsiniz. O tərəfdə, bax, o görürsünüz, evlər var. Qarşıda, qağalardan arxa tərəfdə. Şəhər belə körfəzlərlə doludur. Dnipro çayının göllərindəndir, körfəzlərindəndir. Hələlik dostlar, sağ olun.